Salam, hörmətli və dəyərli müəllimlər. Bugün mən sizə icmalın, dərs planının necə qurulduğunu izah edəcəm. Demək müəllimlər, dərs planına nələr aiddir? Siz müəllimlər icmalı yazanda metodik vəsaitə əsasən yazırsınız. Yəni hər bir fənnin özünün metodik vəsaiti var və bu siniflər üzrə göstərilmişdir. Deyək ki, fənnimiz texnologiyadır. Fənnimizin adı, misal üçün, yazırıq burada texnologiya. Sinif 5-ci sinifdirsə yazırıq 5-ci sinif, 6-cı sinifdirsə yazırıq 6-cı sinif, 7-ci sinifdirsə yazırıq 7-ci sinif və s. Mövzu, misal üçün, deyək 5-ci sinifin 4-cü mövzusu olan tərəvəzlərin becərilmə texnologiyası. Misal üçün, mövzunun adı olaraq yazırıq tərəvəzlərin becərilmə texnologiyası. Standart. Müəllimlər, standart nədir? Hər bir fənnin özünün metodik vəsaitində standart bizə dövlətin verdiyi bir tələbdir. Yəni, biz onu durub orada yazmırıq. 3, 2, 1, 1, 1, 1, misal üçün 2, 1, 1. Yəni, bunu biz özümüz müəyyən etmirik. O bizə dövlətin verdiyi bir tələbdir. Müəllimlər, bizim standartımız nədirsə, məqsədimiz də ona uyğun olmalıdır. Və müəllim standart əsasında təlim məqsədini müəyyən edir. Məqsədlər standartdan kənar olmamalıdır. Biz bir dərsdə, yəni 1:45 dəqiqədə 1 və ya 2 standartı müəyyən edə bilərik. Yəni 1-2 standartı reallaşdıra bilərik. Əslində bir standart daha yaxşı olar. Yəni çünki vaxt baxımından biz 1:45 dəqiqəyə bir neçə standartı sığdıra bilmərik. Demək müəllimlər, icmalda ilk olaraq biz nəyi götürürük? Məzmun standartını götürürük. Standartı metodik vəsaitə baxaraq müəyyən edirik. Bildiyiniz kimi, hər sinif üzrə, hər fənnin metodik vəsaitdə həmin sinif üzrə standartları verilmişdir. Bəs standartla bağlı biz əsas nələrə diqqət etməliyik? Təbii ki, alt standartın sayı çox olmamalıdır. 1 və ya 2 standart seçə bilərik. Misal üçün, biz orada icmalı yazanda 4 dənə də, 5 dənə də standart yaza bilərik. Amma biz onu dərsdə reallaşdıra bilmiriksə, onu nəyə görə yazmalıyıq? Çünki biz orada, misal üçün, 3 standart da yazsaq, 1 standart da yazsaq, 5 standart da yazsaq, şagird o standartlara, o bacarıqlara yiyələnməlidir. Axı, biz o 5 standartı oraya yazsaq, şagird ona 5-inə də 1:45 dəqiqənin sonunda yiyələnə bilməyəcək. Ona görə biz onu nəyə görə yazmalıyıq? Misal üçün, biz texnologiya fənnindən bir dənə tərəvəzlərin becərilmə texnologiyasına uyğun bir standart deyək. Misal üçün, tərəvəzlərin becərilməsinin əsas mərhələlərini sadalayır. Şagird, bu standartı biz bura qeyd ediriksə, şagird 1:45 dəqiqənin sonunda tərəvəzlərin becərilmə mərhələlərini sadalamağı bacarmalıdır. Və yaxud da deyirik ki, tərəvəzlərin becərilmə prosesini ardıcıllıqla sadalayır. Yəni, bunu 1:45 dəqiqənin sonunda şagird bacarılmalıdır. Və yaxud deyirik ki, tərəvəzlərin becərilmə texnologiyasında təhlükəsizlik qaydalarına əməl edə bilir. Yəni, bunu 1:45 dəqiqənin sonunda bacarmalıdır. Əziz müəllimlər, hər bir sinifdə 25-30 şagird varsa, biz 5 standart götürsək, bunu necə reallaşdıra bilərik 1:45 dəqiqədə? Onda gərək biz dərsin mərhələlərini qoyaq bir kənara, ancaq standartlarla məşğul olaq. Biz bunu 1:45 dəqiqəyə sığdıra bilmərik. Ona görə standart seçən zaman diqqətli olmaq lazımdır. Biz standartın, misal üçün, birini və yaxud da uzaq başı ikisini seçə bilərik və onu 1:45 dəqiqədə reallaşdırmağı bilməliyik. Müəllimlər, indi isə gələk məqsədə. Baxaq görək məqsəd nədir? Mövzunun məqsədi necə olmalıdır? Hər bir mövzunun məqsədi bizim standartımıza uyğun olmalıdır. Müəllim standartın əsasında təlim məqsədini müəyyən edir. Yəni bizim məqsədimiz standartdan kənarda olmamalıdır.
Misal üçün biz standartımızda dedik ki, şagird tərəvəzlərin becərilmə texnologiyasını ardıcıllıqla sadalaya bilir. Deməli, biz məqsədimizdə də buna uyğun götürməliyik. Şagirdin tərəvəzlərin becərilmə texnologiyasını ardıcıllıqla izah edə bilir, yerinə yetirə bilir. Gələk inteqrasiyaya. Deməli, müəllimlər, inteqrasiya deyək ki, bizim fənnimiz texnologiyadır. Mən düşünürəm ki, biz texnologiya fənnini daha çox inteqrasiya edə bilərik həyat bilgisindən, həyatla. Niyə həyatla inteqrasiya edə bilərik? Çünki bizim fənnimizdə həyatı bacarıqlar ön plandadır. Ön planda olduğuna görə biz texnologiyada bir mövzunu həyatla əlaqələndirə bilirik. İndi isə gələk iş forması, iş üsulu, baxaq görək bunları necə seçə bilərik. Bəli, müəllimlər, biz bir dərsdə bir neçə iş forması, iş üsulundan istifadə edə bilərik. Amma təbii ki, bu yenə bizim dərsimizin məqsədinə, mövzusuna uyğun olmalıdır. Yəni biz istədiyimiz kimi onu seçmirik ki, o bizim dərsimizin, mövzumuzun məğzinə uyğun olmalıdır. Mövzumuza nəzər yetiririk. Mövzumuza hansı iş forması, hansı iş üsulu uyğun gəlirsə, onu da seçməliyik və diqqət etməliyik müəllimlər. Biz iş forması seçdikdə, iş üsulumuz da ona uyğun olmalıdır. Biz orada düşünə bilmərik ki, mən misal üçün çoxdandır cütlərlə iş formasından istifadə etmirəm. Bugün mövzumda cütlərlə iş formasından istifadə edəcəm. Xeyr, bu düzgün anlayış deyil və yaxud da çoxdandır kollektiv qruplarla iş üsulundan istifadə etmirəm. Sabahki dərsimdə bu üsullardan istifadə edəcəm. Xeyr, bu düzgün anlayış deyil. Biz düşünməliyik ki, bizim mövzumuz nədir? Bizim mövzumuzda məqsədimizə çatmaq üçün biz hansı iş üsulundan, hansı iş formasından istifadə etməliyik və bu zaman ona da üstünlük veririk. Misal üçün biz dərsdə Singveyndən istifadə ediriksə, bu zaman fərdi işdən istifadə etməliyik. Yəni bizim iş formamız, iş üsulumuz bunlar bir-birini tamamlamalıdır, bir-birinə uyğun olmalıdır. Deməli, müəllimlər, unutmaq olmaz ki, hər bir təlim formasının özünə məxsus qiymətləndirməsi var. Həm fərdi iş seçiriksə, həm qrup seçiriksə, qrupun qiymətləndirmə meyarı fərqlidir, fərdi işin qiymətləndirmə meyarı fərqlidir. Və biz bu zamanda qrup işində bacarıqları da, meyarları da fərqli olacaqdır qiymətləndirmədə. Təbii ki, təlim formasını seçərkən təlimin məqsədi əsas götürülür və həmin məqsədə çatmaq üçün biz təlim formasını müəyyən edirik. Təlim formasına uyğun tapşırıq tərtib edərək şagirdlərimizin intellekt tiplərini, şəxsiyyət tiplərini, onların marağını nəzərə almalıyıq. Müəllimlər, təlimin üsulları müxtəlifdir. Misal üçün sinif küncləridir, aksiyondur, əqli hücumdur, bibodur və s. Biz yenə deyirəm, bunu öz şəxsi seçimimizə görə müəyyən edə bilmərik. Biz dərsimizin məqsədinə daha səmərəli çatmaq üçün bir üsul seçirik. Amma məqsədimizə uyğun olmalıdır. Təbii ki, bu üsul, belə deyək, şagirdlərdə bacarığı inkişaf etdirməlidir. İndi isə baxaq bizim mövzumuza uyğun istifadə etdiyimiz resurslardan. Bizim resurslarımız texnologiya fənnində, misal üçün mövzuya uyğun dərsliklərdir, video slaydlardır, əyani vəsaitlərdir, alət və tərtibatlardır, dəzgahlardır. Təbii ki, resurslarımız mövzularımıza uyğun olacaq. Müəllimlər, hər dərsin məqsədinə çatmaq üçün bizim istifadə etdiyimiz vasitələr bizim resurslarımızdır. Təbii ki, bu resurslar həm əyaniliyi təmin etmək üçün, həm dərsi müxtəlif intellektlərə uyğun qurmaq üçün istifadə olunur. Təbii ki, bu zaman şagirdin həmin mövzunu qavraması da vacibdir. Bizə mövzumuza uyğun hansı resurslar lazımdırsa, onu da yazmalıyıq, onu da götürməliyik. Bizə lazım olmayan resursları istifadə etmirik, yazmırıq. Belə müəllimlər, indi isə keçək dərsimizin əsas olan hansı ki 7 mərhələsi. Motivasiya, tədqiqat sualı, tədqiqatın aparılması, məlumatın mübadiləsi, müzakirəsi, təşkili, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiq etmə, refleksiya və qiymətləndirmə. İndi isə gəlin bunları ayrı-ayrılıqda izah edək. Başlayaq motivasiya. Baxaq görək motivasiya nədir? Motivasiya nə üçün qoyulur? Müəllimlər, motivasiya mövzuya
qarşı şagirdlərdə maraq oyatmaq. Yəni, motivasiya zamanı biz açıq suallardan istifadə etməliyik. Yəni, bunların bir konkret cavabı olmur. Müxtəlif cavabları olur. Şagirdlər tərəfindən fərqli fərziyyələr irəli sürülür. Misal üçün, biz motivasiya mərhələsində şagirdlərimizə hər hansı bir şəkillərdən və yaxud video çarxlardan da istifadə edə bilərik ki, mövzuya qarşı şagirdlərdə maraq oyansın. Biz motivasiya mərhələsində şagirdə mövzunu uzun-uzadı izah etməzdən əvvəl onun diqqətini mövzuya çəkməliyik. Bu mərhələ bizdən nə istəyir? Təbii ki, bu motivasiya mərhələsində şagirdi düşündürmək, əvvəlki biliklərini yada salmaq və yeni mövzuya maraq yaratmaq istəyir. Bəs biz bu zaman şagirdlərimizə bu motivasiya mərhələsində nələrdən istifadə edə bilərik? Təbii ki, şəkillərdən, video çarxlardan, maraqlı suallardan, real həyat situasiyalarından və bu sairə bunlardan istifadə edə bilərik. Misal üçün, mövzu ilə bağlı şəkli göstəririk və şagirdlərə deyirik: siz burada nə görürsünüz? Və şagirdlər başlayır o cavabları verməyə. Və motivasiyanın sonunda artıq tədqiqat sualının qoyulmasıdır. Tədqiqat sualının qoyulması, yəni biz bu zaman şagirdlərimizi axtarışa yönəldirik. Yəni tədqiqat sualının qoyulması mərhələsində bu motivasiyanın sonuncu mərhələsidir. Biz artıq şagirdlərimizi yönəldirik fikrini dərsə, axtarışa. Demək müəllimlər, motivasiya mərhələsində dərsin əvvəlində şagirdlərin diqqətini mövzuya yönəltmək üçün, onlarda maraq yaratmaq üçün biz misal üçün tərəvəzlərin nümunə çəkə bilərik, onların şəkillərini göstərə bilərik. Misal üçün bu sual verə bilərik: bu tərəvəzlər süfrəmizə gələnə qədər hansı mərhələlərdən keçir? Və şagirdlər bu cavabları söyləyirlər, dinləyirlər, bir-birlərinin belə deyək də fikirləri lövhədə qeyd olunur. Yəni əvvəlki biliklər çıxarılandan sonra cavablar ümumiləşir və tədqiqat sualı ortaya qoyulur. Biz misal üçün motivasiya mərhələsində şagirdlərin beynində maraq yaratdıq, onları ruhlandırdıq dərsə qarşı və artıq gəldik tədqiqat sualının qoyulmasına. Və bizim qoyduğumuz tədqiqat sualı əsasında şagird başlayır növbəti mərhələlərdə araşdırmalar aparmağa, ümumiləşdirmə aparmağa, müzakirə aparmağa. Çalışırlar ki, bu tədqiqat sualında qoyulan suala cavab tapsınlar. İndi isə baxırıq tədqiqatın aparılması mərhələsinə. Deməli, tədqiqat sualı qoyuldu. İndi isə keçirik tədqiqatın aparılması mərhələsinə. Artıq tədqiqatın aparılması mərhələsində şagirdlərimiz bu mərhələdə başlayırlar araşdırmalar aparmağa və yeni mövzunun öyrənilməsi mərhələsi kimi başa düşülür. Bu mərhələdə şagirdlər dərslik üzərində iş aparırlar, araşdırmalar aparırlar. Mövzu ilə bağlı deyək ki, bizim dərsliyimizdə material var. Şagirdlər həmin materiallardan da istifadə edə bilərlər. Deməli, tədqiqatın aparılması mərhələsində biz artıq şagirdlərimizə deyək ki, misal üçün iş vərəqləri paylamışıq. Həmin iş vərəqlərində şagirdlərimizə suallar yönəltmişik, onları qruplara bölmüşük və şagirdlər başlayır hər qrup öz iş vərəqində göstərilən suallar əsasında araşdırmalar edir, axtarışlar edir və hər qrupun özünün lideri olur ki, onlar öz işlərini sonda təqdim edirlər. Və ondan sonra keçirik biz artıq məlumatın mübadiləsi mərhələsinə. Deyək ki, misal üçün məlumatın mübadiləsi mərhələsində müəllim fərdi iş üsulundan istifadə edibsə, təbii ki, bu zaman müəllim bir-bir vərəqlərə baxır. Yox, əgər qruplarla iş üsulundan istifadə etmişdirsə, hər qrupun lideri öz işini təqdim edir. Və artıq bu mübadilə mərhələsindən sonra keçirik biz həmin məlumatın müzakirəsi və təşkili mərhələsində. Artıq bu mərhələdə müzakirələr təşkil olunur müəllimin köməyi ilə. Artıq şagird bu mərhələdə başa düşür ki, iş vərəqlərində qeyd etdiklərini düzmü yazıb, səhvmi yazıb, araşdırmaları düzgünmü aparır. Əgər misal üçün hər hansı bir tapşırığın, sualın cavabını səhv yazıbsa, artıq müzakirə mərhələsində bu şagirdə aydın olur. Gəlin bir dənə təkrar gözdən keçirək. Bax, misal üçün motivasiyamı qurdum, tədqiqat sualımı qoydum, suallarımı tədqiqatın aparılması mərhələsində yönəltdim. Artıq mübadilə mərhələsində şagirdlər fikirlərini söylədilər, sonra artıq müzakirə etdik.
Əgər ehtiyac olarsa, müzakirə mərhələsində müəllim yenidən şagirdlərə mövzu ilə bağlı, sualların cavabları ilə bağlı izahlar verə bilər. Bu mərhələdə aydın olmayan məsələlər yenidən aydınlaşır. Əgər şagird müzakirə mərhələsində artıq səhv yazdığı cavabları da müəllimin köməyi ilə aydınlaşdırır, müəyyən edir, artıq dərk eləyir, başa düşür. Və indi isə keçirik nəticə və ümumiləşdirmə mərhələsinə. Artıq bu mərhələdə şagird öyrəndiklərini ümumiləşdirir və müəllimin motivasiyada qoyduğu tədqiqat sualının cavabı şagirdlərə aydın olur. Nəticə və ümumiləşdirmə mərhələsində müəllim dərsin əvvəlində tədqiqat sualı qoyur ki, həmin tədqiqat sualına yenidən qayıdır və şagirdin əldə etdiyi biliklər əsasında suala cavab vermələrini istəyir. Şagirdlər cavablar əsasında müəyyən edilir ki, misal üçün tərəvəzlərin sağlam yetişdirilməsi üçün torpaq işə düzgün hazırlanmalıdır, toxum seçilməlidir, o düzgün səpilməlidir, vaxtında suvarma aparılmalıdır, qulluq aparılmalıdır və müəllim şagirdlərinin fəaliyyətini bu meyarlara əsasən formativ şəkildə qiymətləndirir və refleksiya aparır. Və bu dərsdə nə öyrəndim, nəyi bacardım, nəyi daha yaxşı etməliyəm suallarına cavab verərək öz fəaliyyətlərini qiymətləndirirlər. Artıq yaradıcı tətbiq etmə mərhələsində şagirdlərimə mövzu ilə bağlı praktiki işin yerinə yetirilməsini tapşıraram. Deyək ki, mövzumuz duru xəmirdən məmulatların hazırlanma texnologiyasıdır və şagirdimə valideynin köməyi ilə duru xəmirdən oladyanın hazırlanmasını tövsiyə edərəm. Daha sonra qiymətləndirmə və refleksiya mərhələsində artıq şagirdlərim qiymətləndirilir. Təbii ki, qiymətləndirmə mərhələsində şagird fəaliyyəti meyarlar əsasında qiymətləndirilir. Misal üçün deyək ki, mən dərsimdə istifadə etmişəm qrup işindən və yaxud cütlərlə iş formasından. Təbii ki, istifadə etdiyim iş üsulu, iş formasına əsasən mən şagirdlərimi qiymətləndirə bilərəm. Misal üçün cütlərlə iş formasından istifadə etmişəmsə, cütlərlə iş formasının meyarlarına əsasən qiymətləndirməliyim. Misal üçün, müəllim lövhədə bir cədvəl qurur. Deyək ki, cütlərlə iş formasından istifadə etmişik. Müəllim lövhədə bir cədvəl qurur. Həmin cədvəldə, misal üçün, adları qeyd eləyir. Deyək, Aysel və Aytən cütlərlə iş formasından istifadə ediblər. İki tələbə arasında tətbiq olunubdur və həmin cədvəldə biz yazırıq. Misal üçün, həmin şagirdlər əməkdaşlıqdan istifadə edibmi? Fəallıq göstəriblərmi? Mövzuda alət və tərtibatları fərqləndirə bilirmi? Və ya çevikdirmi? Və həmin, misal üçün, Aytənlə Ayselin adları qarşısında əməkdaşlıq, misal üçün deyək, Aytən əməkdaşlıq aparıbsa ona plus qoyuruq, çevikdirsə plus qoyuruq və yaxud alət və tərtibatları fərqləndirə bilirsə plus qoyuruq və ya fərqləndirə bilmirsə minus qoyuruq. Keçirik, misal üçün, digər tələbəm, şagirdimizə. Əgər əməkdaşlığı varsa, fəal iştirak edibsə cütlərlə də və yaxud da alət və tərtibatları fərqləndirə bilibsə, plus, minus deyə onları işarələyirik. Təbii ki, bu zaman şagirdlər bir-birini qiymətləndirir. Misal üçün, Aytən Ayseli qiymətləndirir, Aysel də Aytəni qiymətləndirir. Qruplarla iş formasından da istifadə etdikdə, təbii ki, bu zamanda qruplarla işdə onu da yenə qrup işinə əsasən meyarlar əsasında qiymətləndiririk. Yenə cədvəl çəkirik, onu 4 hissəyə bölürük. Misal üçün, qrupların, hər qrup, misal üçün 3 qrup, 4 qrup varsa, o qruplarda tələbə qrupların adlarını qeyd edirik. Çünki hər qrupun özünün adı olur. Deməli, müəllimlər, qruplar böləndə biz neçə nəfərlik qruplara bölərik? 3 və ya 5 nəfərlik qruplara bölüb istifadə edə bilərik. Və müəllimlər, biz refleksiyanın üsulları var da. Misal üçün, refleksiyada biz çıxış biletlərindən, 3-2-1 üsulundan, müzakirədən, sinif jurnalından istifadə edə bilərik. Refleksiya dərsin sonunda şagirdin öz öyrənmə fəaliyyətini dərk etməsi, nəticəsini qiymətləndirməsidir. Bu mərhələdə
Belə deyək də, mən şagirdə bu gün nə öyrəndin? Sənin üçün nə çətin oldu? Daha yaxşı nə öyrənmək istərdin? Kimi suallar verərəm. Şagird öz fəaliyyətini təhlil edər, əldə etdiyi biliyi, qarşılaşdığı çətinliyi müəyyənləşdirər və beləliklə refleksiya şagirdin öz öyrənməsinə, məsuliyyətlə yanaşmasına və gələcək fəaliyyətinin planlaşdırılmasına köməklik göstərir və qeyd edirəm ki, 3-2-1 üsulundan istifadə edərək şagird necə qiymətləndirmə apara bilər? Misal üçün dediyim kimi 3-2-1 üsulunda 3-ün qarşısından şagirdə sual verirəm ki, misal üçün 3-ün qarşısından bugün öyrəndiyi 3 məqamı qeyd etsin. 2-nin qarşısından misal üçün yazırıq ki, sizə ən maraqlı gələn məqam və 1-in qarşısından yazırıq ki, şagirdin hələ də başa düşmədiyi hər hansı bir hissə, məqam artıq o da 1-in qarşısından yazılır. Deməli, müəllimlər, bu mərhələni yadda saxlamaq formulu necə olacaq? Deməli, birinci maraq yaratdıq, motivasiya qoyduq, sonra sual qoyduq, yəni tədqiqat sualı, sonra araşdırdıq, tədqiqatı araşdırdıq, sonra onları paylaşdıq, mübadilə apardıq. Daha sonra həmin onu müzakirə etdik, nəticə çıxartdıq, qiymətləndirdik və refleksiyadan istifadə etdik, yəni özünü qiymətləndirmədən. Deməli, müəllimlər, bugün mən sizə müəllimin dərs planına uyğun olaraq fəal dərsin mərhələlərinə əsasən gedişatı izah elədim, icmalın qurulması haqqında bildiklərimi sizinlə paylaşdım. Bir daha təkrar edirik. Motivasiya mərhələsi dərsin əvvəlində şagirdlərin diqqətini mövzuya yönəltmək üçün, onlarda maraq oyatmaq üçün belə deyək, verilən suallar, verilən şəkillər və s. Sonra tədqiqatın aparılması artıq şagirdlər qruplara bölünür, onlara konkret tapşırıqlar verilir və bu tapşırıqda artıq şagirdə təqdim olunan materiallardan istifadə etməklə onları belə deyək, araşdırır. Artıq mübadilə müzakirə mərhələsində o şagirdlər qrup üzrə apardıqları, misal üçün tədqiqatları təqdim edirlər, öz fikirlərini əsaslandırırlar, digər qrupların təqdimatlarını izləyirlər, fikirlər bildirirlər, istiqamətlənirlər və s. Nəticə və ümumiləşdirmə mərhələsində əvvəlcə qoyulmuş tədqiqat sualına yenidən qayıdırlar və əldə etdikləri biliklər əsasında suala cavab vermələrini istəyirlər və sonda isə şagirdlərə yaradıcı tətbiq etmə mərhələsində müəllim öz tövsiyələrini verir, mövzu ilə bağlı praktiki tapşırıqların yerinə yetirilməsi ilə bağlı tövsiyələrini verir, tapşırıqlarını verir və qiymətləndirmə mərhələsində isə şagirdlərini hansı iş formasından istifadə etdiyini bildirərək həmin meyarlar əsasında da şagirdlərini qiymətləndirir.